Bakının Sabunçu rayonu Ramana qəsəbəsində qadın bıçaqlanıb. Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bugün saat 11:00 radələrində hadisə ilə bağlı çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Yardım briqadası tərəfindən bir nəfər bədənin çoxsaylı kəsilmiş, deşilmiş yaraları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 69 yaşlı qadın saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları davam etdirilir. Teleqrafın məlumatına görə xəsarət alan 41 yaşlı qadın anası tərəfindən bıçaqlanıb. Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində 6 ağac aşıb, 3 ağacın budaqları qırılıb. Güclü küləyə görə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttinə 9 müraciət daxil olub. Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edir. Birliyin əməkdaşları aşmış ağacları götürərək ərazini təmizləyiblər. Bir neçə ay əvvəl Gürcüstanda yol qəzasında ağır xəsarətlər alan azərbaycanlı gənc vəfat edib. Marneuli bələdiyyəsinin Əziz kənd sakini 23 yaşlı Nicat Culfayev Türkiyədə dünyasını dəyişib. Belə ki, müalicə üçün qonşu ölkəyə aparılan Nicatın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ağır qəza ötən ilin sentyabrında baş verib.